Alayınıza belki versin. Olmazsa Qəbrin fitnəsi deyilən də hansı ki müsəlmanlara mükafları olacaq o. Soru sual. Soru sual qəbrin sıxması deyilən. Göz sıxmaq başqadır. Qəbir fitnəsi soru sualdır. Qəbir əzabı başqadır. Möminə məsələn qəbir əzabı olmayacaq, sadiq möminə. Amma qəbir fitnəsi olacaq, imtahan olacaq. Qəbrin sıxması da. Qəbrin sıxması olacaqdır. Amma qəbir əzabı kafirlərə, facirlərə, münafiqlərə olacaqdır. Müsəlmanların günahlarını. Müsəlman günahlarına görə olacaqdır. Eğer Allahla bağışlamasa, günahlarına görə qəbirdə də əzab olur. Çünki bir hədisdə gəlir ki, facir insana yəni qəbirdə ölərkən, yəni canı çıxarkən, ruhu çıxarkən əziyyətlə çıxır. Facir ümumi gəlir, günahkar insan. Yəni əgər xilas olmuş olsaydı kimsə qəbir sıxıntısından Sad Muaz xilas olardı. Yəni hətta ona da belə qəbir sıxıntısı olacaq, qəbrin sıxması. İnsan cahildir də, insan qafildir. Gördüyü həyatla müqayisə edir çox şeyi. Bu qəbri dərk edə bilmir. Qəbrin sıxıntısı, ölümdən sonraki həyat, o tək qalmaq, insanın acizliyi, heç nəyə qadir olmaması, yəni heç bir şeyə, hətta danışdığı bir kəlmə sözə belə insan qadir olmayacaqdır. Yəni insan öz ixtiyarı ilə, öz hünəri ilə bir kəlmə deyə bilməyəcək. Dünyada ola bilər danışır, dil ötür. WhatsApplarda, nə bilim, internetdə danışa bilir. Amma öldükdən sonra isə artıq ixtiyar getdi. Sadəcə cahilliyindən insan yəni nə özünü yaxşı tanımır, nə də ki Allah Teala'nı, Rəbbini tanımır. Ona görə dünyada ikən o şeyləri fikirləşmir. Ona görə dünyada ikən günahların, asiliklərin, yəni insanın pis əməllərinin, Allahın yolundan uzaqlaşmasının, zülmünün, insanlara qarşı haqsızlığının əsas səbəbi ahirətə inanmamasıdır. Və yaxud da inansa da ümumi inanır, lakin o təfsilatı ilə o fayda verəcək qədər iman olmadığı üçün görürsən bu cür əməllər edir. Yoxsa o həqiqi iman olsaydı insan uzaqlaşardı günahlardan, asiliklərdən, Allah və Rasuluna iman gətirərdi. İnsanın namazını yatıb qalması, onun Peyğəmbər əsasının Mirac vaxtında görürsük, daşla başına vurulurdu, o insan ki yatıblar arası. Bəli. Bunlar da hamısı qəbir əzabına aiddir. O da qəbir əzabıdır. Ta qiyamətə qədər. Qiyamət günü yəni, o əməllərdən arınmış şəkildə çıxacaq insan yoxsa? Əgər mömindirsə, onun üçün yəni təmizlikdir. Əgər mömindirsə. Yəni onun üçün kəffarədir. Yəni o qəsdən yatıb qalmasıdır, yoxsa bilərəkdən olsa? Orada ümumi gəlir. Ümumi gəldiyi üçün biz ümumi deyirik, amma əsasən orada qəsdəndir. Bir var ki insan bacarmır. Səbəblərdən tutsa da yəni Allahla özü arasında olanı özü yaxşı bilir hər kəs. Allah da bilir ki, insan sadiqdir yoxsa yox. Yəni hər kəs bilir ki, dediyi sözdə yəni sadiqdir yoxsa yox. Yəni, Allah da nə deyir Qiyamət surəsində? Bəlil insanu alə nəfsihi basira və ləv əlqa məadira. İnsan özünü yaxşı tanıyır. Nə qədər bəhanə, üzür getsə də. İnsan özü bilir ki, özü nədir? Dura bilər yoxsa yox? Necə ki, alimlərdən birisi misal çəkilir, sübh namazında dura bilməyən adam haqqında. Sübh namazında durmayan haqqında misal çəkilir. Bizdən birisinə desələr ki, gecə gəlib səni bir dəfə çağıracam. Misal üçün, adını çəkib deyəcəm ki, ey Əhməd, bir dəfə deyəcəm, Əhməd, əgər dursan, 1 milyon verəcəm. Bizdən hər birimiz durar. Niyə görə? Çünki o milyon sevgisi qəlbə girəcək. O qəlbdə yer alacaq
ve o milyon sevgisini yatır insan. Tez de durur. Ve ona göre namazın sevgisi diye insanın qəlbinə girərsə, bu insan qalxır. Allah Teala'nın yardımıyla qalxır. Sadəcə qəlbdə başqa sevgilər üstələdiyi üçün görürsən bunu kənarlaşdırır. Başqa sevgilər də dünyadır, yəni xülas olaraq. Hə, dünya içindəkilər. Şeyh Abdülhafız Hafsanullah deyir ki, bir nəfər Mədinə saçınlarında Allah rəhmət etsin. Yaxınlaşıb bir gün deyir, səhər namazının günəş çıxandan sonra durur. Deyir, o qədər peşman olur ki, doğrudan yəni günahlar eləyəndən sonra peşman olur. O da bir peşman olur, gedir meçidət, yalnızdır meçidət. İşə namazından şimdi doyur, namaz qılır, Quran oxuyur. Və axırda deyir ki, ya Rabbi deyir, bunlar deyir, kəffar edir, bu qədər. Bütün gecəni, bütün günün hansı meçiddə keçirir. Və sonra da öyle şey yaradı, məhsim onu kəffar edir. Və nə qədər yəni, namaza əhliyyət verir, nə qədər insan Sən qəlb diri olanda, yəni hər bir günah yaradır da, qəlb diridirsə o yaradan təsirlənir. O qəlb ölüdürsə, deyir, sanki ölmüş insan da, ölən insana nə qədər istəyən yara vur. Yəni təsiri yoxdur da, qəlb elədir. Ona görə Abdullah ibn Omar cemaat namazına gecikəndə, namaza yox ha. Yox, insan namaza yatıb qalıb, Allah korusun. Bir də var ki, ümumiyyətlə cemaat namazına gecikibdir. Yəni namazın özünə gecikməyib, vaxtını gecikdirməyib. Cemaat namazına gecikəndə bir qul azad eləyərdi. 2 gün oruç tutardı. Ki, yəni, o cür təsir edirdi, yəni, qəlbinə. Bu filan kəslərə görə mən cəmaata gedirəm, filan kəs gedirəm, namaza gedirəm. Bəs bu necə olacaq? Əgər ixlas varsa insanda, gedirsə əgər Allah üçün gedir. Kimlərəsə görə getmir. Yəni, əgər bir insan filan kəslər mənə nəsə deyirlər, xoşuna gəlməyən bir şey deyirlər deyə gedirsə və yaxud da filan kəslər xoşuna gələn bir söz, tərif kəlmələri deyir deyə gedirsə, insanda ixlas yoxdur. Əgər ixlas varsa, heç nəyə baxmadan, heç nəyə məhər qoymadan Allahın evidir. Müəzzin də çağırır, hayyə aləs-sələ, hayyə alə-fələ. Yəni, kiminsə qəbuluna çağırılmır insan. Allah Teala'nın huzuruna gedir. İnsan elə şeylə fikir verməli deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərini daim özündə canlandırmalıdır ki, nə qədər hədislər var cemaat namazı meçiddə rəğbətləndirən. Abbaq radiyallahu anh'ın digər sahabilərin üstün olduğunu bilirik. Lakin Sa'd radiyallahu anh'ın digər sahabilərdən fərqləndirən cəhət nə idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, əgər qəbr əzabı olmazsa, Sa'd ibn Muaz olmazsa. Allah aləm, bilmirəm valla. Sa'd ibn Muaz. Ümumiyyətlə, hər sahabələrin hər birisində nə isə bir seçilən bir keyfiyyət, üstünlük var idi. Hərəsində nə isə bir keyfiyyət var idi, üstünlük var idi. Mələklər gelir namaz qılmağa, ondan sonra deyir ki, yəni o mələklər onun üçün yerə edirsə, namazı qılırlarsa, ona belə yəni hər şey sıxılacaqlar. O da ərş titriyir. Öləndə ərş titriyir. Sən deyən başqadır, Sa'd ibn Muazda ölərkən ərş titriyir. Səndəki müəmində qəbir başqa cür sıxılır, ya ana evladı sıxılır. Zaman namazı var. Qəzası? Cəzası. Qəza yoxsa cəza? Cəza? Belə bir cəza bilmirəm. Hansı qazanı eşin? Gecikməyə görə. Yox, ümumən səhlənkarlıqdan gecikmək yaxşı şey deyil. Səhlənkarlıqdan insan, yəni imkan var, qabaq cərgə boşdur, getməməsi yaxşı deyil. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm ilk hədisdə bir cəmaət, bir qövm ön səhvlərə gecikməkdə davam edərsə, Allah Teala da onları
gecikdirər. Başqa rəvsdə gəlir ki, Allah Teala onları cəhənnəmdə gecikdirər. Və alimlər deyir ki, Allah Teala onları gecikdirər, yəni onları xeyir əməllərə gecikdirər. Allah Teala onları cənnətə gecikdirər. Alimlərdən birisi deyir ki, gör deyir, əgər ön səfə gecikməyə görə bu cür şiddət varsa, ki Allah Teala gecikdirir, ümumiyyətlə cemaat namazına gecikmək və namazın özünə gecikmək nədir? Gecikməkdə, ön səhvlərə gecikməkdə davam edərlərsə, Allah da onları gecikdirər xeyirlərdən. Ona görə alimlər deyir ki, insan əgər namaza gecikməkdə davamlı olarsa, başqa hər bir şeyə gecikir. Hər şeydə geri qalır. Allah Teala tərəfindən bir cəza olaraq. Belə bir hədis var ki, birinci sıraya keçərsə, ikinci sırada oturarsa, cəhənnəm olsun darıxar. Belə bir hədis var, yoxsa? Bilmirəm Allah. Cəhənnəm darıxar? Bilmirəm. Hədis var ki, amma zəif. Cəhənnəm darıxar deyə? Cəhənnəm sözü var. Orada deyir ki, zəif. Amma Həsən deyən var. Amma ümumi alimlərin şeyinə baxanda zəif deyirlər. Yəni o siz bilirsiniz, cəhənnəm olsun daxil, yəni salih işlər gecikər, ona xeyir itaətdə, O bir hədislərə görə. Allah da gecikdirər. Məsləmə adında səhabə olub, ya ola tam deyə bilmirəm, dəqiqədən. Məsləmə? Peyğəmbər s.ə.v həmişə qoruyan döyüşlərdə qabaqda olan. Video çıxdı qabaqma asılı direktdən düzəlmişdi. Məsləmə təxmin adı belə istəyəm anladığım. O bir şey, hansı ki əyanlar öz belə deyil də, haqsızlığa yol verirlər, cəmaatın gedib onlara ədalət şəkildə davranılır, onların ülkəsində malları müsadirə edilmiş. Orada bir səhabənin, Səd ibn Əbu Vaqqasın öz cəmaatında, hansı ki o əyalətin əyanıdır, orada insanlarla arasında, bu malların yüklərinin arasında bir Səd var da, yəni təxminəmsə Səd ibn Əbu Vaqqasla. Məsəl ibn Əbu Vaqqas haqqında dinləmişdim əvvəl. O səhabəçi Peyğəmbər s.ə.v səhvində dua edir ki, onun duası qəbul olsun. Yəni onun belə əməllərini tanıyırlar. Amma məsələn orada eşitdim ki, məsələn o Səd ibn Əbu Vaqqasın elədiyi o cəmaatla aralarındakı qapılar bağlıdır, belə deyək, insanlara öz qapısını bağlayıb, belə bir şey var. O səhabənin adını birinci eşitməmişdim, Məsləm adında. İkincisi ki, yəni o gedib, məsələn, Səd ibn Əbu Vaqqasın belə ədalətsizlik eləməyin dayandırıb, insanlarla aralarını düzəldib, belə bir şey eşitmişdim. Yəni, belə bir şey məlumat var, yoxsa? Bilmirəm valla, elə bir şey. Bəlkə o şey deyir, Omar Radiyanın dövründə olur o. Şikayət edirlər. Səd ibn Əbu Vaqqasdan. Ömərin xəlifəli dövründə olur. Səd ibn Əbu Vaqqas İraq tərəfdə əmir olur. Orada vali olur. Onlar şikayət edirlər. Omar Radiyanı yəni adam göndərir. Yəni zənni yaxşı idi, sadəcə dəqiqləşdirmək üçün. Ki belə bir şey varmı deyə. O necə olur, onun həqiqətən elə bir problem olur, yoxsa yox? Yox, orada yəni haqsızcasına olur. Ona görə Səd ibn Əbu Vaqqas dua eləyir. Orada birisi məsciddə soruşarkən birisi durub şikayət eləyir. Yəni haqsız şikayət eləyir də, olmayan kimi şey eləyir. Səd ibn Əbu Vaqqas da dua eləyir. Ya Allahım, əgər deyib bu sənin bu qulun riyakarlıqla insanlara göstərmək üçün özünü danışırsa, deyir, onun ömrünü uzat, yoxsulluğunu, kasıblığını artır və onu fitnəyə məruz qoy. O da, həmən adam da artıq qocalır, qaşları da gözlərinin üstünə düşür. Küçədən keçən
qadınlara, qızlara belə deyək də ilişir, sataşır, əl atır və s. Və hətta özü də hətta etiraf edir ki, Sadın duası məni tutdu deyir. O da İraq əhli olur. Şufə, İraq əhli. Ona görə Umar Radiyan deyir ki, İraq əhli deyir, məni yordu. Hər dəfə narazı, hər dəfə narazı. Maşallah, Allah'ım mübarek. O söndürərsən. Ay sağ ol. Kamerası durmaz. Biz yeyib içmək işlədi yaxşı. TikTok'u bağlayıp gelsen neyse. Kamera yatdan çıxıb. Kim var? Əsas çay. Kimə bir dəfə çatmıyor çay?